Salam əziz izləyicilərimiz. Bu dəfə lobiyanın bişirməsinə nəzər salacağıq. Lobiya olduqca həssas yeməkdir. Yəni hazırlanışı asan olsa da qalmağı çətin olur. Ona görə də gəlin necə hazırlayırıq, necə qışa saxlayırıq nəzər salaq. Mən elədiklərim adətən atmır, yəni qışa qalır. İlk növbədə təbii ki, həyətimdən lobiyaları toplayıram. Təbii lobiyaları yığıram. Belə gördüyünüz şəkildə doğrayıram. Biraz böyük doğrayıram. Çünki balaca olanda əzilir. Doğrayandan sonra qaynadıram. Çox qaynatmıram. Sadəcə dırnaqla yoxlayıram. Əgər yumuşalıbsa, demək ki, götürmək olar. Lobiyamız pişib artıq. Pomidor da tökmüşəm. Pişənə yaxın bir bunda qaynayıb pomidorludur. Çox pişməməlidir lobiya. Bir burun qaynadı, həm də təzə lobiyadır deyə tez pişir. Onu belə əvvəlcədən qaynarladığım bankalara dolduracağım. Gördüyünüz kimi. Gördüyünüz kimi bankalara doldurmuşam, hazırdır. Bir qaşıq duz tökmüşəm. Biraz da quru istot tökmüşəm. Öz suyuna doldururuq. Doludur təxminən, amma bir qaşıq da qoysaq dolur. Bu diri istot onu həm mikrobları öldürür, yaxşı saxlayır, həm də acı sevənlər üçün də yaxşıdır. Şimdi mən bunları bağlayacağım və qoyacağım qazanda qaynamağa. Bir 15 dəqiqədə, 20 dəqiqədə qaynadacağım və hazır olacaq. Qazana düzdüm. Su qaynara düşəndən bir 15 dəqiqədə qaynayacaq. Mən lobiyalardan başqa demək olar ki, çox şey qaynatmıram. Amma lobiyanın qaynamağı vacibdir. Çünki biraz tez atan, tez xarab olandır. Sərin yerdə saxlasız amma problem olmuş. Artıq qaynayıb. Demək olar ki, hazırdır da götürmək lazımdır. Sudan çıxartıb qaynar. Belə çeviririk ki, bir gündə qalsın. Daha qarantili. Üstün bastıraq. Bir gündə saxlayaq. Artıq lobiyalarımız hazırdır. Onları yaxşıca yuyuram. Soyuducuda saxlayıram. Çünki hava hələ istidir deyə soyuducuda qalsa daha yaxşı qalacaq. Biraz sərinləyəndən sonra podvala qoymaq mümkündür. Amma əgər yeriniz varsa soyuducuda saxlasanız daha yaxşıdır. Çünki biraz dediyim kimi həssasdır. Lobiyadan həm də qurusundan da əlbəttə istifadə olunur. Qurumuşlarını da yığıram. Quruyan lobiyaları da yığıram ki, onlardan düzdür, çox deyil, amma qışa toxum saxlamaq mümkündür. Yığandan sonra onları da bir-bir arıdıram, arıtdıram və bankalara yığacam ki, bir bankaya saxlayıram ki, gələn ilə toxum olacaq, əkəcəm və yenidən hazırlayacam.